Bu hal xüsusən xanımlar arasında yayılmış bir haldır. Demək olar hər gün yeni bir zikir tapılır, mənşəyi bəlli olan, olmayan zikirlər paylaşılır, sosial media vasitəsilə qrup halında yayılır, təsirləri barədə bir kitablıq söz yazılır. Əvvəl-əvvəl buna riayət edən biri də çox keçmədən zikirlərin özündə heç bir təsir qoymadığını görür və bu yükləmələrdən artıq bezir, iyrənir, imtina eləyir. Əvvəla çoxlu müxtəlif zikirlər demək sənə çoxlu müxtəlif xeyirlərin çatacağı demək deyil. Elə başa düşməyin ki, xeyirlər mağazada rəflərə düzülmüş maldır, mala bənzəyir. Zikirlər də ödənişdir. Zikri deyən kimi həmin xeyir sənə çatacaq. Belə deyil. İkincisi, çalışın mənşəyi bəlli olmayan zikirlərdən imtina eləyəsiniz. Əhl-i Beytdən gəlmiş, xüsusilə Əhl-i Beytdən gəlmiş məşhur olan zikirlər etmək lazımdır və onların içərisinə daxil olmaq, onların içərisinə varmaq lazımdır. Bir zikri davamlı eləmək daha faydalıdır. Zikrin insanda qoyduğu təsir kənardan gətirilmir. Zikir səndə olanı oyadır. Zikir zamanı hər kəsə öz mənəvi, ruhani halına uyğun feyz verilir. Yəni bir zikir bir adama bir cür təsir edibsə, mütləq səndə də o cür təsir qoyacağını sanma. Hərənin payı öz daxili tutumu qədərdir. Hərənin payı Allahın həmin insandakı təcəllisi qədərdir.